Yürüyüş iştirakçıları velosipedlə Turizm İnstitutunun qarşısında tura start vermək üçün bir araya gəldi. Ekoloji baxımdan təmiz vasitə olan velosipedlərlə təşkil olunmuş tur simvolik xarakter daşıyırdı. Azərbaycanlılar yaşıl yolları sevirlər. Yəni bu kimi şüarlar bizim üçün çox əhəmiyyətlidir və cəmiyyətimizdə mən elə düşünürəm ki, cəmiyyətimizdə bir çox hallar ümumiyyətlə hamının bu şüar haqqında düşünməsi, bu şüarı aşılaması ümumiyyətlə Azərbaycanımızın gələcəyi üçün, hətta dünyanın gələcəyi üçün çox önəmlidir, çox vacib. Turun təşkilində məqsəd hələ də ölkədə bir nəqliyyat vasitəsi kimi qəbul edilməyən velosipedə birmənalı münasibəti dəyişmək idi. Turizm İnstitutunun rektoru Cəfər Cəfərov belə deyir. Bu həm şəhərin o iri maşınlardan biraz sərbəstləşməsinə kömək eləyər, həm sağlamlığa kömək eləyər, həm bir əhval-ruhiyyə bir müxtəliflik gətirər. Bu çıxışdan sonra gözlənilməz olsa da, rektor özü də velosipedə minib iştirakçılara qoşulmaqla tura start verdi. Tur iştirakçıları beləliklə şəhərin mərkəzinə, qədim Qız Qalasına doğru yol aldılar. Bu arada qeyd edək ki, belə velosiped turlarının Gəncə və digər nəqliyyat vasitələrinin sıx olduğu şəhərlərdə də keçirilməsi planlaşdırılır.